Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi. Sülh artıq bərqərar olub. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, Hakimi Vətəndaş Müqaviləsi partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində qaçılmaz irəliləyişin olduğunu açıqlayıb. Yeni Sabah xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında danışıb. Bugün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyi ifadə etməyə bilmərəm, Xandanyan bildirib. Onun sözlərinə görə, hazırda aparılan konstruktiv və fəal siyasi dialoq ümid verir ki, bu dialoq tezliklə əlaqələrimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək. Xandanyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub. Xatırladaq ki, bu yaxınlarda Türkiyə parlamentinin keçmiş üzvü Karo Palyan gələn il yanvar-fevral aylarında Ermənistan-Türkiyə sərhədinin açılacağını bildirib. Zəngəzur dəhlizinin statusu açıqlandı. Cənubi Qafqazda müxtəlif layihələr vasitəsilə nəqliyyat kommunikasiyalarının açılması və regionun bütün iştirakçılarının maraqlarının uzlaşdırılması asan deyil, amma bu mümkün olmadığı anlamına gəlmir. Sadəcə bu proses çox ciddi və həssas iş tələb edir. Axar Az Teleqrafqa istinadla xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib. Ekspert İrəvanın təklif etdiyi sülh qovşağı və Tramp yolu yaxud Zəngəzur dəhlizi layihələrinin perspektivlərinə toxunub. Əgər perspektivdən danışsaq, bunlar bir-birindən çox fərqli məsələlərdir. Nəhayət, baş verənlər son deyil, hələ başlanğıcdır. Vaşinqtonda imzalanan sənəd bir bəyannamədir. Bu bəyannamə ilə Ermənistan və Azərbaycan kommunikasiya xətlərinin zəruri olduğunu qəbul edirlər. İskəndəryanın sözlərinə görə, xüsusilə Tramp yolunun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var. Bu mövzuda Ermənistan və ABŞ danışıqlar aparır. Burada həm siyasi, həm də texniki maneələr var və bütün bunlar həll edilməlidir. Mütləq nəzərə almalıyıq ki, vəziyyət mürəkkəbdir. Araz çayının o biri tərəfində İranlı sərhədçilər, Ermənistan tərəfində Rus və erməni sərhədçilər var. Çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda Azərbaycanlılar. Bir qədər aralıda türklər. Həmçinin İranlılar Ermənistana yol çəkirlər. Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var. Rusiyada Qafanda konsulluq açmaq istəyir. İndi bunlara Amerikalıları da əlavə edirik. İndi bütün bunların necə həll edilə biləcəyini düşünməliyik. Çünki İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu mümkünsüz deyil. Sadəcə çox ciddi iş tələb edir. Hələ böyük yol qət edilməlidir. Erməni politoloq prosesin mürəkkəb və uzun müddətli olduğunu bildirib və dünyada buna bənzər çoxlu nümunələrin mövcudluğunu xatırladıb. Mən həmişə Belarusla Rusiyanın Kaliningrad vilayətini birləşdirən yolu nümunə gətirirəm. O yol Litvanın ərazisindən keçir, halbuki Litva NATO və Avropa İttifaqının üzvüdür. Buna baxmayaraq, razılaşma var ki, Rusiya vətəndaşları Kaliningrada vizasız, hətta pasportsuz gedə bilirlər. Deməli, belə layihələr mümkündür, sadəcə çox həssas və diqqətli iş tələb edir. Xatırladaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan Zəngəzur dəhlizi üçün Kaliningrad modelinin tətbiq olunacağı gözləntilər arasındadır. Ruslar bu şəhərə hücuma başladı. Kotenok. Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Seversk şəhərinə qətiyyətli hücuma başlayıb. Axar Az xəbər verir ki, bunu Rusiyalı hərbi müxbir Yuri Kotenok öz Telegram kanalında yazıb. Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri komandanlığı illərdir Severski müdafiəyə hazırlayır. Rusiya silahlı qüvvələrinin Kaliniki və Reznikovkaya daha bir irəliləyişi Ukrayna üçün ciddi təhlükə yaradır. Belə olan halda, Ukrayna silahlı qüvvələri Ray Aleksandrovka və Nikolayevkada yerləşməli, Slavyanska gedən yolu bağlamalı olacaq. Üstəlik, Rusiyalı hərbçilər yüksəkliklər boyunca arxadan Vasyukovkaya çata bilər. Bu, faktiki olaraq kanalın açılışı və Slavyansk uğrunda döyüşün başlanğıcı ola bilər.